Yanvar ayının 4'ünde Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidməti bildirir ki, mülayim cənub-qərb küləyi arabir güclənəcək, temperatur gecə 0-2, gündüz 6-9 dərəcə isti, atmosfer təzyiqi isə 770 mm civə sütunu olacaq. Naxçıvanda da gün ərzində yağıntı ehtimalı yoxdur, temperatur gecə 0-4 dərəcə aşağı, gündüz 1-3 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında da sabah hava yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi arabir güclənəcək. Temperatur gecə 0-5 dərəcə aşağı, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə aşağı, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə aşağı olacaq. Gecə və səhər bəzi dağ ətəyi və dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.